Ay dədə, evim yıxıldı Allah. Mən nə cavab verəcəm buna? Sən maşın nə tərsən? Tamam, başa dönüm sən. Qardaş yol dardı bilmədim, qurbanım sənə. Qardaş, başa dönüm, görmürsən mən avqoma çıxıram. Sən hara sürtürsən, vurursan maşını. Vallahi bilmədən oldu. Nətər ya bilmirəm. İndi mən bax bu düzənlikdə, bu boyda yerdə. Yoxsa hər yer düzənlikdir. Burada mən sığorta hardan tapım? İndi deyəcəksən ki, sığortanı çağır. Hə. Nə qalmısan belə? Pulumu ver. Mən usta gedəcəm. Barmağın qoyacaq usta. Barmağın qoyan kimi deyəcək 100 manat. Qardaş, Usturma təlini alacaq deyəcək 500 manat. Mən bax sürtmüsən bu boyda yeri. Sürtmüsən. Sonra mənə pulumu ver. qardaş cibimdə 200 manatım var. Balalarım var. Bağışla balama mən. Sənin başıma dönərəm, nə olur? Onu heç dilənçi götürmür. Sən Allah götür, başıma dönüm. Yox, olanım budur. Ver, ona qoysun cibinə yenə. Benzin pulu eləyib gedərəm ustayanın ən azından. Ağıllı ol. Sağ ol qardaş. Ağıllı ol. Sağ ol qardaş. Bildin? Allah razı olsun. Bugün sənin başına gəlsə, o mənim başıma gələcək. Bildin? Ay, nə balı? 35 yaşım var, bala vaxtıdır. Elə bil mənim bala var, kül sənin başıma. Fırlatdım onu.